bu maşında batareyalar soyudulur nəyin hesabına? Hesabına, havanın hesabına yox. Ayrıca fanı var. Yox, fanı yoxdur. Demək ki, antifrizlə. Yox, o antifrizdə deyil. Antifrizdə başqa maşınlardadır. Bunlarda bildiyimiz kondisionerin freonu var ha. Onun hesabına. Yəni mütləq şəkildə kondisionerin freonlarını əsasən də yayda yoxlatdırsın. Hər il. Deməli, kondisionerin soyutmasında, o kondisionerin özünün radiatorunda olan bu qaz, burada da həm də istifadə olunur ki, batareyaları soyulsun. Bəli. Freon məsələsi, mən xatırlayırsan yoxsa, Priuslarda bizdə 400 qram gedirdi freon. O yanımda gəlir, amma 400 qramı idi. İnan kimi 2 ilə sürdüm o maşını və bir dəfə də mən freonu əl vurmamışam. Çünki kondisioner super işləyir yəni. Bunlarda 825 qramdır. Daha çoxdur. Bəli. Ola bilər ki, onun necə deyir, kontur deyilədir ona. Onun konturu getdiyi yol daha çoxdur. Batareyalardan keçirsə. Bu dəqiqdir amma da freon. Dəqiq. 100%. Ona görə inşallah ki, o təhlükəsizdir də hər halda akkumulyator batareyaların ondan olmalı. Yəni o trubkaların oradan keçməsi, yəni bu arada ümumiyyətlə batareyaların mən bildiyim qədər səhvəmsə də düzəldirsən, batareyaların soyutması elektrik və ya plug-in avtomobillərdə ən böyük texniki problemlərdən biridir. Teslalarda misal üçün antifrizdən istifadə olunur. Batareyalar arasında antifriz mövcud. Yəni bu onlarda elə soyulur. Bunlarda kondisionerin freonu hesabına. Ona da mütləq diqqət edin. Ya əsasən bu maşını alanda o da alanda problem olmur, da qazı az göndərmirlər. Hələ ki elə şeylə rastlaşmamışam. Yəni sən alandan bəri Bəli. Avtomobil ümumiyyətlə səndə 3 aydır, düzdür? Bu 3 aydır. Yəni bu bundan qabaq bir dənəsi də vardı, amma 1 ayda sürdüm. Onu sırf satdığına görə, yəni yox, pul qazanmaq üçün yəni onu satdın. Əslində yox. Sadəcə olaraq eyni anda 3 dənə maşın var idi. Məhəllədə saxlamağa yeri yox idi. Sonra necə oldu? Sonra ucu 2 dənə maşın getdi. O biri maşınları satdın. Bəli. Mən elə bir ki gözlədiyindən çox tez gəldi. Sən gözləmirdin ki, sənin eyni anda 3 dənə maşın olacaq. Bəli. Mən gözlədim ki, kifayət edəcək. Birdən-birə 3 maşın olur deyirsən ki, və dostlarımız da gəldi. Yəni bu avtomobili alanda ən vacib 2 dənə nüans var ki, yoxlanılmalıdır. Bir kondisioner freonu, ikinci də ki, sürətləri tutsun yağı. Ki qədərində də yoxdur. Sən hamısını yoxlamısan? Freonu yox. Freonu yox. Çünki üzü qışdır. Hələ ki sürürsən. Amma yayda mütləq yoxlayacaq. Priuslarda, yəni də arada bir Priuslara xatırlayırıq. Priuslara siz unudulmamısınız, narahat olmayın. 20 kuza sürənlər, 30 kuza sürənlər siz ürəksiniz. Deməli, onlarda yayda və ya maşını çox qovsan, hərdən qızma işarəsi çıxırdı, akkumulyatorların qızdırılması söhbət anlayın. Çünki orada adi hava ilə, yəni havanın gəlişi ilə mən bilən, kullər orada var. Fan da adi bir fan dururdu da, yəni o da çatdırmırdı bəzən və o fanlar tutulurdu yeri gələndə, toz dolurdu ora. Xüsusilə Amerikadan gələndən heç nəyə dəyişməyən, heç nəyə baxmayan adam çoxlusu da belə sürürdü. Səndə artıq orada çoxdan artıq Spider-Man yaşayır içində. Ona görə də çox adamda, bəzi adamlarda ona görə tutulur, çünki soyutma yaxşı getmirdi, açmalı, təmizləməli idi. İndi onlarda bu qızma ən çox maşını çox qovanda olurdu. Destroyerdə və ya bu modeldə, yəni oxşar modellərdir ya, ona görə onları da sorun. Yəni bu maşınlar qovanda kimi qızma və ya nə bilim nəsə akkumulyatorda problemlər kimi yaşanmır. Bu da seal olmasa destroyerlərdir. Aydın. Burada deməli əsas məsələ şarj 10%-dən aşağı düşməsi. Orada qırmızı bir nida var. O qırmızı nidadan, yəni şarjda bildiyiniz şarjda göstərərəm. Orada o qırmızı xətti keçdisə, maşını avtomatik saxlamaq lazımdır qıraqda ki, özü təzədən bir 20%-ə kimi şarj eləsin. Yəni o hissədə özünü, yəni daxili yanma mühərriyi işləsin bir balaca. Doldursun zaryadka. Amma Prius'da da belə şey yox idi. Prius'larda bir şkala idi, mən xatırlayırsam. Bir şkala olub. Yox, o düşmürdü heç vaxt bir şkaladan aşağı. Çünki mühərrik özü işləyirdi. Mən xınalığa qalxanda bir şkalaya düşmüş. Sadəcə mühərrik həmin an əgər yüklə işləyirsə, o artıq şarj etməyə çatdırmır paralel olaraq və batareyada proşifka ilə belə deyək də, zavodla belə kritik hədd qoyuldu ki, necə ki, misal üçün bir çox cihazlarda enerji tükənməsin deyə telefon necə bu energy save moda düşür, 10%-dən aşağı, nə bilim, ekranın parlaqlığı düşür aşağı və s. Oyunda artıq deməli nəsə olursa, burada da həmin şeydir. Burada həmin şeydir.